eyni kütləli, lakin müxtəlif həcmli kürələr saplardan asılaraq suya salınmışdır. İplərdə yaranan gərilmə qüvvələri arasında doğru münasibətləri göstərin. Kütlələr eynidir. M1 bərabərdir M2 bərabərdir M3. Həcmləri isə müxtəlifdir. Bizdən gərilmə qüvvələri arasında münasibət istənilir. Baxıram ki, buradan yuxarıya doğru cismin ağırlığı mg və bir də cisim yuxarıya doğru, mərkəzdən yuxarıya doğru Arximed qüvvəsi təsir edir. Tarazlıq şərtini yazırıq. T1 plus F Arximed bərabərdir mg-yə. Buradan alırıq ki, T bərabərdir mg minus F Arximed. Bizə məsələnin şərtində deyir ki, eyni kütləli, kütlə eynidirsə, mg'lər eynidir. Arximed qüvvəsi, cisim mayeyə tam batıbsa, Arximed qüvvəsi o maye vurulsun J, vurulsun V'dir. Həcmləri baxırıq ki, üçüncü cismin həcmi daha böyükdür. Sonra ikinci, sonra isə birinci. Deməli, ən böyük Arximed 3-də, sonra 2-də, sonra isə 1-dədir. Gərilmə qüvvəsi 1 böyük olacaq T2-dən, o da böyük olacaq T3. Belə bir variant T1 böyük T2 böyük T3 variantında var.